Bura qədər uşaqlar fragman idi, film hələ indi başlayır. Deməli, gəlirik törəmənin həndəsi mənası. Nədir bu törəmənin həndəsi mənası? İndi bizim bu şəklimizə baxıb bir dənə. Bu şəkildə bir dənə nə var uşaqlar? Fx funksiyası var. Və o fx funksiyasına çəkilən bir dənə də nə var? Toxunan var. Bu toxunan fx funksiyasına hansı nöqtədə çəkilir? x0 nöqtəsində. Dolayısıyla bu nöqtə var ya, bu işarələdiyim nöqtə. Bu nöqtənin koordinatları nədir uşaqlar? x0-a, y0. Burada indi 5 dənə məsələ vardır. 5 şey yaxşı bilinməlidir. Bir neçəsini onsuz da bilirsiniz. 1. Həmin bu sözü gedən nöqtə var. Bu nöqtənin adını nə qoyur uşaqlar? A nöqtəsi. A nöqtəsi fx funksiyasının üzərindədirmi? Bəli. Dolayısıyla fx funksiyasının tənliyini ödəməlidirmi? Bəli. Demək ki, fx funksiyasında x-in yerinə ümid gətirib x0 yazanda cavab nə olmalıdır? y0. Yəni birinci bizə bunu deyir. Deyir ki, fx funksiyasında x-in yerinə x0 yazsam cavab nə olacaq? y0 çünki nöqtə həmin funksiyanın üzərində. Bəs bu A nöqtəsi həm də y bərabərdir kx plus b düz xəttinə də aiddirmi? Yəni o xəttin də üzərindədirmi? Dolayısıyla o nöqtənin koordinatları həm də o düz xəttin tənliyini eləməlidir, ödəməlidir. Onda gətirib bu funksiyada x-in yerinə x0 yazanda cavab yenə nə olmalıdır? y0. Yəni y0 həm də nəyə bərabərdir? kx0 plus b. Digər tərəfdən toxunanın x toxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi alfa bucağı üçün ta funksiyada biz nə demişdik? Tangens alfa bərabərdir nəyə? K-ya. Tangens alfa bizə nəyi verir uşaqlar? K-nı verir. İndi bu məsələ aydındırmı? İndi bunu da təzədən sübut eləməyək də, bu aydın məsələdir. Tangens alfa nəyə bərabər olacaq uşaqlar? K-ya. Sonra geriyə qaldı bu gün öyrənəcəyimiz. Demək ki, əslində o K var imiş ki, nəyə bərabərdir tangens alfaya? Bu həm də nəyə bərabər imiş? Fx funksiyasına o x0 nöqtəsində çəkilən toxunanın bucaq əmsi olunur. Allah'ın işləmir. Toxunanın bucaq əmsi. İndi bunu bir belə paldır küldür sizə izah edeyim onun səbəbini. İndi buradan bir dənə əlavə səhifə gətirək. Niyə ona bərabərdir? Bu, bəli, biraz asan deyil. Amma çox çətin də deyil. İndi siz törəmənin tərifini bildiyinizə görə çətin deyil. Əvvəl törəmənin tərifi xatırlayaq. Törəmənin tərifi nə idi? Fx funksiyasının x0-dakı törəməsi bərabərdir limit delta x0-a yaxınlaşanda və fx plus delta x a-çox. Yəni bu əslində nə deməkdir? Delta y bölünsün delta x-da, həm də belə idi. İndi baxın, bizim elə bil ki, əlimizdə bir dənə bu koordinat sistemimiz olsun uşaqlar. Bir dənə əyri var. Bu əyridən əyriyə bir dənə nə çəkilir uşaqlar? Bax belə. Yox, toxunan yox. Kəsən çəkmişəm. Belə bir kəsən çəkmişəm. Aydındır. Bura M nöqtəsi olsun. Burada nə olsun uşaqlar? N nöqtəsi olsun. Baxın. Dolayısıyla bu y bərabərdir kx plus b düz xəttdə olsun da tutaq ki. O k təbii ki burada dəyişəndir da. İndi baxın. Bu N nöqtəsi M nöqtəsinə yaxınlaşdıqca o, baxın, xəyal edə bilirsiniz, dediyimə qulaq asın, N nöqtəsi M nöqtəsinə yaxınlaşdıqca bu kəsən belə aşağıya doğru əyiləcək, düzdürmü? Və tam olaraq M-dən üstə düşəndə bu həmin nöqtədə çəkilən nəyə çevriləcək uşaqlar? Toxunana çevriləcək. Doğru mu? Həmin nöqtədə çəkilən toxunana çevriləcəkdir. İndi bu M nöqtəsi üçün, baxın bura, indi bax burada belə bir üç bucaq yaradır. Bax bu isə əslində bizə nəyi verir? Delta y, yəni funksiyanın dəyişməsini. Bu isə nəyi verir? Delta x-i. Və bu delta y böl delta x nisbəti, buradakı alfa bucağın nəyidir? Tangensidir. Bu elə bir delta x sıfıra yaxınlaşanda həmin nisbət gəlib bizə nəyi verəcəkdir? Bunun törəməsini verəcək. O da həm də nəyi verir? K-nı verir. Baxın, K həm də y2 çıx y1 böl x2 çıx x1'dir. Həm bu tərəfdən verir bizə nəyi? F törəmə x0'ı, o bir tərəfdən nəyi verir? y1 çıx y2 böl x1 çıx x2'dən verir K-nı. Bunlar nə edir orada uşaqlar? Üstə düşürlər. Aydındır? Dolayısıyla qısası, bunu silirəm uşaqlar, bu sonradan oxuyanda sizə çox aydın olmayacaq. Amma ən azından məntiqi tutduğunuzda aşağı yuxarı. Elə bir o N nöqtəsi M-ə yaxınlaşanda bu toxunana çevrilir. O zaten o limit oldu da delta x sıfıra yaxınlaşması o fərqi şəkildə balacalaşdırmaq demək.
Ona görə də f törəmə x nəyə bərabər olur uşaqlar? F törəmə x k-ya. İndi bu 4 dənəsindən bunu çıxartmaq olar. Gəlin onu özümüz çıxaraq. İndi baxın, mənə tutaq ki, fx funksiyasının özü verilir. Deyir, bir dənə funksiya var və x0 nöqtəsində çəkilən toxunanın tənliyini tapmaq istənir. Birincisi, bu toxunan mütləqdir ki, bir düz xəttdir. Onda bu nətər olmalıdır? Kx plus 5 şəklində. Mən nələri tapsam, bu toxunanın tənliyini tapmış sayılıram? K-nı və nəyi? B-ni. K-nı tapmağın yolu nədir? K-nı bilirəm. K nəyə bərabərdir? F törəmə x0. Yəni f funksiyasının törəməsini tapıb, x-in yerinə nəyi qoymaq? Həmin o x0 qoymaq. Geriyə qaldı nəyi tapmaq? B-ni. B-ni də tapa bilərəm harda? 2 yolda. Mən bilirəm ki, y0 bərabərdir fx0-a. Həm də bilirəm ki, bax bu birinci düzdən bilirdim bunu. Həm də bilirəm ki, y0 nəyə bərabərdir? Kx0 plus nəyə? B-yə. Demək ki, bu ikisi bir-birinə bərabərdir. Yəni fx0 bərabərdir kx0 plus nəyə? B-yə. Burada B nəyə bərabərdir? Fx0 çıxılsın, f törəmə x0 vurulsun, x0. Razısınız? K-nı nə ilə əvəzlədim burada? K-nı nə ilə əvəzlədim? F törəmə x0-la. Gətirib uşaqlar bunu burada yerinə yazsam, nə alacağım? Y bərabərdir. K-nın yerinə nə yazıram? F törəmə x0 vur x, üstə gəl. B-nin yerinə nə yazıram? Fx0 çıx, F törəmə x0 vur x0. İndi bax, F törəmə x0 burada ortaq qrupdur. Çıxardıram bunu möhtərizə xaricinə. Onda y bərabər olur. F törəmə x0 vurulsun. X çıxılsın x0. Buradan x0 qaldı. X çıxılsın x0. Üstə gəlinsin fx0. Demək, bu mənə nəyi verir uşaqlar? Fx funksiyasına x0 nöqtəsində çəkilən toxunanın nəyini verir? Tənliyini verir. İndi bir dənə işıqları vurun. Kameranı biraz bu tərəfə çevirin. Bəzi şeyləri icra edək. Baxın. Deməli, bunu ən bəsit bir funksiya üstündə görək, sonra düsturun işlədiyinə də şahid olaq. Deməli, uşaqlar, nə görəcəm? Sizdən bəsit bir funksiya verirəm. Fx bərabərdir, x kvadratı çıxılsın 4x plus 5 parabolasına x0 bərabərdir 2 nöqtəsində çəkilən toxunan axtaraq. Yox, heç nə bilmir, törəmə bilmir, yenə belə. Paldır küldür, sual əldə edirik. Sual nədir, uşaqlar? Bu parabolaya x bərabər 2 nöqtəsində çəkilən nəyi axtarıq? Toxunanı. Əvvəla gəlin bu parabolanı quraq görək, bu necə bir şeydir? Bunu belə yaza bilərəmmi? X kvadrat çıxılsın 4x üstə gəlinsin, 4 üstə gəlinsin 1. Olar olmaz. Bu da uşaqlar, x çıxılsın 2-nin kvadratı üstə gəlin nə eləyər? 1. Nədir bunun təpə nöqtəsinin koordinatları? 2-yə 1. Razısınız? Onda həmən bunu qururam. Təpə nöqtəsi olacaqdır 2-yə 1 nöqtəsi. Hara baxacaq uşaqlar? Yuxarı baxacaq. Aha. Y qoxunanı da kəsəcəkdir 5-də. Razısınız? Bu bizim parabolamız. Hansı nöqtədə çəkilən toxunanı istəyir uşaqlar? X bərabər 2 nöqtəsində. Çox bəsitdir da. X bərabər 2 nöqtəsi hansı nöqtədir? Bu nöqtədir. Bu nöqtədə buna çəkilən toxunan elə bu deyil. Bu düz xəttin tənliyi nədir? Y bərabər 1. 1-dir də bu, sabit lütfən. Bura necədir? 1 deyil bura. Nədir bu düz xəttin tənliyi? Y bərabər 1. İndi mənim bu sualı həll etmək üçün törəmə bilmək ehtiyacım var idi? Yox idi. Bu sual üçün. Amma məndən 2 nöqtəsində yox, 3 nöqtəsində çəkilən toxunanın tənliyi istənsəydi, deməli 2-də yox, neçədə uşaqlar? Tık, 3-də. Onda söhbət bu toxunandan gedirdi. Artıq mən bu toxunanı törəməsiz tapa bilmirdim. Düzdürmü? Biraz daha bunu düzəldim. İndi bu toxunanın tənliyi gəlib tapmağa çalışaq. Birincisi, tutduğunuzda söhbəti toxunan təmək nə deməkdir? Birincisi uşaqlar, biz bilirik ki, bu bir xətti funksiya olduğuna görə, bu y bərabərdir kx plus 5 şəklində bir funksiyadır. Razısınız? Nələri tapsam bu toxunanın tənliyi tapmış sayılıraq? K ilə B. İndi bu nöqtənin uşaqlar, apsisini bilirəm. Apsisi neçədir? 3-dür. Bəs 3-dən nə alır? Onu nətər taparam? Təbii ki, yerinə qoyaram. F3 tapım. F3-də indi 3-ü yerinə qoyanda 9 çıx 12 plus 5. Neçə elədi? 2 mi? Düz elədim. Onda tık gələndə hara gəlirmişəm? 2-yə. Demək ki, uşaqlar, bu nöqtənin koordinatları nə imiş? 3-ə 2. Belə ki, 3-ə 2 nöqtəsi həm fx funksiyasına aiddir, həm də kx plus b düz xəttinə aiddir. Razısınız? Bəli. İndi bu yadda qalsın. İndi k-nı tapmağın yöntəmini bilirdim. K nəyə bərabər imiş? F törəmə x0. Yəni fx-in əvvəla nəyi tapmalıyam?
törəməsi. Nə olacaq f(x)in törəməsi? X kvadratın törəməsi. 2x çıx 4x'in törəməsi 4. Sonra gətirib o törəmədə yerinə x0 qoymalıyım. x0 neçə verib mənə? 3 verir. Demək ki, mən nəyi tapmalıyam? F törəmə 3'ü. Nə olur yerinə qoyanda 2 vur 3 çıx 4. Nə elədim? 2. Nəyi tapdım? K-nı. Amma hələ də bitməyib də sual. Mən həm də nəyi tapmalıyam? B-ni. İndi nəzərə alıram ki, mənim xəttim 2x plus 5 şəklindədir. K-nı 2 tapdım axı. Və bu hansı şərti ödəyir? 3-2 nöqtəsindən keçir. Yəni x-ə 3 verəndə yenə neçə olur? 2. Gətirib x gördüyüm yerə 3, gördüyüm yerə nə yazıram? 2. Bəli, Ruslan düz deyil. Demək ki, nə olmalıdır gərəkir? Mənfi 4. Onda mənim axtardığım düz xətt, hansı düz xəttiymiş? 2x minus 4 düz xətti. İndi, biz düz o düsturu yazdıq, amma bunu bilməmiz lazımdır. Yəni, bunun mahiyyətini bilməmiz lazımdır. Yoxsa düsturu boş-boşuna əzbərləməni nəsəldə eləyə bilməyəcək. Mahiyyət belə bilinməlidir. Aydındır? O bayaq danışdığım nə idi sizə? Deyirəm ki, məsələn, bax bir əyridir, bir də bax belə onu kəsəndir. Bura M nöqtəsidir, bura nədir uşaqlar? N nöqtəsidir. Bax burada bir dənə düz buzaq qura. Mənə deyin görün, bu nəyə uyğun gəlir? Delta Y-ə də funksiyanın dəyişməsi. Bu nəyə uyğun gəlir? Delta X-ə. Söhbət bu funksiyadan gedir. Fx funksiyasından gedir. Düzdürmü? İndi mən belə bir limit quram. Deyirəm limit N yaxınlaşır M-ə. Yəni N nöqtəsi M-ə yaxınlaşanda. N nöqtəsini M-ə yaxınlaşdırmaq, delta X, bax, N-ə yaxınlaşdıqca delta X-də getgədə balacalaşırmı? Əslində N-in M-ə yaxınlaşması nə anlama gəlir? Delta X-in sıfıra yaxınlaşması anlamına gəlir da. Və N M-ilə üst-üstə düşəndə artıq bu çevrilib mənim axtardığım toxunan olacaqdır. Düzdür? İndi burada mən nəyə baxıram? Delta Y bölünsün, delta X nisbətinə baxıram. Delta Y böl, bu da elə mənə nəyi verir uşaqlar? Törəmənin tərifini verir da. İndi bu delta X ta 0 olanda, yəni bu nöqtədə, bax diqqət eləyin. M N-ə yaxınlaşmır ha. N M-ə yaxınlaşır. Düzdür, onun fərqi yoxdur, N nöqtəsi üçün götürərəm, amma yenə də bu X0 nöqtəsi elə bir bu nöqtədir. Bax, bu X oxu deyil. X0 nöqtəsi bu nöqtədir, ona bir argument artımı vermişəm, bunu eləmişəm X elə bil ki. X çıx X0 daxil deyil. Bax, gəlir uşaqlar, bu nəyə çevrilir onda bu limit? Bu limit nədir? F törəmə X0'dır. Bəs həqiqətdə bu böl bu nisbəti nəyə verir? K-nı verir. Tangensal var daxil. Çünki bax, bu buradan uzandı gəldi. Bura alfadırsa, burada alfadır. Tangensal alfa nəyə bərabər deyilmə? Qarşı böl, qonşu. Delta Y bölünsün, delta X. O da nədir? K. O da nədir? F törəmə X0. Aydındır? Deyil amma nəyəsin. Başa düşdü? Mən o sinifdə hamının hər şeyi başa düşməni gözləmirəm. Amma hamının nəyisə başa düşməni gözləyirəm. Amma bəzilərinin hər şeyi başa düşməni də gözləyirəm. O bəzilərindən biri budur. Biri onun yanındakıdır. Biri oradan Eldar, biri oradan Ruslan. Sizin potensialınız var. Mələkdir, Böyükçiyevadır, Samirdir, Ümiddir, bəlkə Sultandır, Arifdir falan. Potensial var uşaqlar. Eləsə, istəsə də eləyərsiniz. Aydındır? Bəzi insanlar ilahi, istəsə də eləyənməz. Amma bəzi insanlar istəsə eləyər. O istəsə eləyən insan istəməməyə adam əsəbləşdir. İstəsən eləyərsən, niyə eləməyəcəksən? Bəzi insanlar istəyib eləyənmir, onlara bir gör da. Görüşün, hər şey öyrənmək istəyir, amma alınmır. Və sən mümbit bir şəraitdəsən. Sənə o izah edilir o ki, o niyə elədi? Bu zarafat deyil o. Belə şey deyil o. Yaxşı. Nəysə, anladıq mı? İndi gəlin bax görə suallara və ən çox demək olar ki, sual bu bölmədən gəlir uşaqlar. 2020 yaz. Sırf məsələni anlamaq üstünə qurulan bir sualdır. Bu qəşəng sualdır. Görək nədir? D şəkildə fx funksiyasına x0 nöqtəsində çəkilən toxunan təsvir olunur. Görürsünüz uşaqlar fx funksiyasını. Fx funksiyasında çəkilən toxunanı görürsünüzmü? Hansı nöqtədə çəkilir bu toxunan? X0 nöqtəsində. Deyir, f görəmə x0'ı tapın. Qorxma. F görəmə x0 nə deməkdir ki? K deməkdir. Deyir, nəyi tap? K-nı. Onda bu qrafikin özünü at geçsin. Nə ilə işləyəcək uşaqlar? Bizə nə maraqlı olacaqdır? Toxunan tənliyi. Çünki bizə nə lazımdır? K lazımdır. İndi mən bilirəm ki, bu funksiya, yəni y bərabər kx plus b funksiyası həmişə y oxunu harada kəsir? B-də. X oxunu harada kəsir? Kimlər bilir, əl qaldırsın? Hansı xanım? Mənfi B bölkədə. Görsən 20 dəfə yazdırmağın xeyri, bax.
Yeni qatlananların heç biri bilmir. Əvvəldən burada olanlar bilir. İndi soruşsan ki, niyə 20 dəfə yazırsan? Niyə 20 dəfə yazırsan? Çünki bilmirsən. İndi uşaqlar, buradan məlum olur ki, B nəyə bərabərdir? -6-ya. Onda -B böl K nəyə bərabərdir verilənə görə? 3-ə. Yerinə yazsam uşaqlar 6 böl K bərabərdir 100. Demək ki, K neçəymiş? 2. Biz də elə nəyə axtarırdıq? K-nı. Aydın oldu? Aydın oldu? Bəsit. Sıradakı, görək nə deyir? Deyir ki, A-nın hansı qiymətində fx funksiyasının qrafikinə x bərabərdir 5 nöqtəsində çəkilən toxunanın o x toxunun müsbət istiqaməti ilə əmələ gətirdiyi buzadan kotangiyası 12-də 1 olar. Söhbət edə getdi alfanı. Alfa haqqında nə bilgi verdi? Alfanın kotangiyası nəyə bərabər imiş? 12-də 1-ə. Həmən burada trigonometrik bilgilər işə girir. Demək ki, tangiyası nəyə bərabər imiş? 12-yə. Sonra həmən xatırlayırıq, tangiyası alfa demək nə deməkdir? K. Demək ki, K neçə imiş? 12. Həmən xatırlayırıq, K demək nə deməkdir? F bölümə x0. Demək ki, F bölümə x0 neçə imiş? 12. x0'ı mənə neçə veribdir? 5. Demək ki, F funksiyasının törəməsini tapıb yerinə 5 yazanda cavabımın neçə olması lazımdır? 12 olması lazım. Söndürək. Hə. İndi həmən uşaqlar bunun törəməsini tapıram. F törəmə x nəyə bərabərdir? AX kvadratın törəməsi 2AX üstə gəlinsin. 2AX-in törəməsi 2A. Gətirib x-in yerinə nə yazıram? 5. Nə əldə edirəm uşaqlar? 16 plus 2A bərabərdir 12-yə. Buradan A neçə olur uşaqlar? 1. Bizdən də elə nə istəyirdi? A. Aydın oldu? Sıradakı. Bunlar yəqin bildiyiniz şeylərdir. Kx plus B funksiyası görürsünüz artan funksiyadır. Demək ki, K nədir? Müsbətdir. Burada isə azalan funksiyadır. Demək ki, K nədir? Mənfidir. Burada isə sabit funksiyadır. Demək ki, K nədir? 0-dır. Diqqət edirsinizsə bu hansı haldır? Burada x oxuna paraleldir. Onda uşaqlar deyir, toxunan o x oxuna paralel olarsa, demək ki, törəmə nəyə bərabərdir? 0-a. İndi görək nə deyir? Deyir, funksiyasının qrafikinə çəkilən toxunan absis oxuna paralel olarsa. Absis oxuna paralel olarsa. Demək ki, K-sı nə olacaq? 0. Demək ki, törəmə nə olacaq həmin nöqtədə? 0. Deyir, toxunma nöqtəsinin absisini tapın. Yəni, nəyi soruşur uşaqlar? X0'ı soruşur. Onda nə eləyəcək? Bunun törəməsini alıb, bərabər eləyəcək 0'a. Nə edir bunun törəməsi? 16x kub plus 16 bərabər 0. Buradan x nə çıxır uşaqlar? Mənfi. Aydındır? Sıradakı. Deyir ki, funksiyasının qrafikinə müəyyən nöqtələrdə çəkilən toxunan absis oxuna paralel olarsa, toxunma nöqtələrinin absislərin cəmini tapın. Bəli. Bəli. Yenə nə deyir uşaqlar? Deyir, absis oxuna paralel olarsa. Absis oxuna paralel olarsa nə deməkdir? K0 deməkdir. Yəni, F törəmə x0, 0 deməkdir. İndi uşaqlar bunun törəməsini alanda nə eləyəcək ki? 15x-in kvadratı çıxılsın 40x. Bu nəyə bərabər olmalıdır? 0-a. İndi bu tənliyin köşklərinin cəmini istəyir. Deyir ki, absisləri cəmini tapır. İndi bu tənliyi həll eləməyə ehtiyac yoxdur ki, köşklər cəminə tər tapılırdı. Mənfi B bölü A düsturundan 40 bölü 15, o da nə eləyəcəkdir? 8 bölünsün 3. Sıradakı. Deyir ki, uşaqlar, bu unudulmuşdur deyə bu not var. Fx-in qrafikinə x0-da çəkilən toxunan absis oxunu müsbət istiqaməti ilə alfa buzağı əmələ gətirirsə, F törəmə x0 nəyə bərabərdir? K-ya, o da nəyə bərabərdir? Tangens alfa. Xatırlayaq, tangens 45, 1. Tangens 60, kök 100. Tangens 30, 1 bölü kök 100. Tangens 135, mənfi 1. Tangens 120, mənfi kök 100. Tangens 150, mənfi. Və biz öyrənmişdik ki, qonşu buzaqların tangensləri əks edəcəklər. Yəni, tangens 30 nədirsə, tangens 150 onun nəyi olmalıdır? Əksi olmalı. İndi görək, burada nə deyir? A parametrinin hansı qiymətində funksiyasının qrafikinə mənfi bir nöqtəsində çəkilən toxunan absis oxunun müsbət istiqaməti ilə 135 dərəcəli buzaq əmələ gətirir. Nəyi verdi bizə uşaqlar? Alfanı. Neçə verdi? 135. Onda tangens 135 neçəyə bərabərdir? Mənfi 1. Demək ki, K neçədir? Mənfi 1. Demək ki, F törəmə x0 neçədir? Mənfi 1. x0 nə verir? Mənfi 1. Demək ki, F törəmə mənfi 1 nəyə bərabər olmalıdır? Mənfi 1. Bu nə deməkdir alsı? Mən bu funksiyanın törəməsini alacağım, x-in yerinə mənfi 1 qoyacağım, cavab mənfi 1 olacaq. Həmən bunun törəməsini alaq. 9x üstü 8 üstə gəlinsin 4ax üstə gəlinsin 6a. Gətirib yerinə nə qoyaq uşaqlar? Mənfi 1. Onda olacaqdır 9 çıxılsın 4a plus 6a bərabər olmalıdır mənfi 1-ə. Bu tənliyi həll eləyəndə uşaqlar a-nı neçə tapırıq? Deyəsən mənfi 5 çıxır. Bəli, A neçə çıxır? Mənfi 5. Cavab nəyim uşaqlar? Mənfi 5. Deyir ki, funksiyasının qrafikinə çəkilən toxunan y bərabərdir 30x üst xəttinə paraleldir.
İki düz xəttlər o paraleldir. K-ları bərabər oldu. Demək ki, toxunanın da K-sı neçədir? 30. Demək ki, F törəmə x0 nəyə bərabər olmalıdır? 30'a. Bizə deyək ki, toxunma nöqtəsinin apsisini tapın. Yəni, nəyi istəyir bizdən uşaqlar? x0. Onda bunun törəməsini tapıb, nəyə bərabər eləməli? 30'a. Neydi bunun törəməsi? 7x üstü 6, 6x üstü 5, 5x üstü 4 və 12x'in kvadratı. Nəyə bərabərdir? 30'a. Görünür ki, x buradan 1. Yerinə 1 qoysaq, çıxacaq. Sıradakı. Deyir ki, uşaqlar, görün nə qədər sual düşün, dərslər burada. Fx funksiyasının qrafikinə x0-da çəkilən toxuna bu və bu nöqtələrdən keçir. F törəmə x0'ı tapın. Bir şey bilsən bəsdir da. Bəli. Bir şey bilməlisən, ilahi, nə? F törəmə x0 K-ya bak. Demək ki, məndən nəyi soruşur? K-nı. Mənə nə verir? Yaxşı, K-nı soruşur. Nə verir? İki nöqtəni verir da. Onda K nəyə bərabərdir? Y2 çıx Y1 böl, x2 çıx x1'ə. Kesin nöqtələri yazı baxın. Nə olacaq uşaqlar? Y2 buradan. 3 çıx 7 bölünsün 7 çıx 3. Cavab nədir? Mənfi. Demək ki, mənfi. Aydındır. Sıradakı A parametrinin hansı qiymətində deyir, bu düz xətti bu funksiyasının qrafikinə toxunur. İndi bu düz xətt funksiyanın qrafikinə toxunursa, bu deməkdir ki, bu funksiyanın törəməsini alıb yerinə x0'ı qoyanda nəyə bərabər olmalıdır? K-ya. Gəlin görün bu düz xəttin K-sı nədir? ln5'də x-in əmsalı K-dır da. K orada ln5'dir. Demək ki, bu nəyə bərabər olmalıdır? ln5'ə. Onda biz tapaq görək, bu hansı nöqtədir ki, orada çəkilən toxunan bucaq əmsalı ln5'dir. Onda həmən bunun nəyini tapıram? Törəməsi. F törəmə x. Nəyə bərabərdir? 5x plus 2'nin törəməsi. 5x plus 2 vur ln5, vur bir də x plus 2'nin törəməsi, o da zaten nə eləyir? 1. 2'nin törəməsi də 0. Bu nəyə bərabər olmalıdır? ln5'ə. Bunu ln5'ə bərabər edən x kimdir? Mənfi 2. Doğru mu? Yerinə mənfi 2 qoyun. 5'li 0, 1, ln5. Demək ki, bu hansı nöqtədə çəkilən toxunanıymış? Mənfi 2 nöqtəsində. Bəs gətirək x-in yerinə mənfi 2 qoyaq görək uşaqlar. F mənfi 2 nəyə bərabərdir? Nəyi tapmaq üçün? y0. Qoyun burada yerinə mənfi 2. 3. Demək ki, alçı bu hansı nöqtədə çəkilən toxunanıymış? Mənfi 2'ye 3. İndi biz dedik ki, bu nöqtə var ya, bu nöqtə. Bu nöqtə həm toxunanın üzərində olmalıdır, həm də nəyin? Funksiyanın. Funksiyanın üzərindədir zaten. Bir də şərt verməli ki, bu nəyin üzərində olmalıdır? Toxunanın. Onda toxunanın tənliyində x-in yerinə mənfi 2 qoyanda cavab nə olmalıdır? 3. Gətirək x-in yerinə nə qoyaq buradan? Mənfi 2. Y-in yerinə nə qoyaq? 3 qoyaq. Onda 3 bərabərdir. Mənfi 2 ln5 plus 2 ln5 plus a-ya. Bir-birini götürdü mü? Götürdü. Demək ki, a neçədir uşaqlar? 3'dür. Aydındır? Bu da belə bitdi. Neçə dəqiqə oldu bu? 22. 22. Tamam, ona saxla.